Hər vaxtınız xeyir, mən Sahibə Nəzərova sizə hava haqqında məlumatı təqdim edirəm. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara bir tutulacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 9-13 dərəcə isti olacaq. Naxçıvan Muxtar Respublikasında hava ara bir yağıntılı olacaq. Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq. Yuxarı Qarabağ bölgəsində yağıntılı hava gözlənilir. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq. Qərb bölgəsində ara bir yağıntılı hava olacaq. Havanın temperaturu gecə 2-6, gündüz 6-10 dərəcə isti olacaq. Şimal-qərb bölgəsində hava yağıntılı olacaq. Havanın temperaturu gecə 2-6, gündüz 6-9 dərəcə isti olacaq. Şimal bölgəsində yağıntılı hava olacaq. Havanın temperaturu gecə 2-6, gündüz 6-9 dərəcə isti olacaq. Mərkəzi Aran rayonlarında ara bir duman olacaq. Temperatur gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq. Cənub bölgəmizdə ara bir yağıntılı hava olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 7-10 dərəcə isti olacaq. Qərbi Azərbaycanda havanın dəyişkən buludlu olacağı gözlənilir. Temperatur gecə 6-8, gündüz 10-13 dərəcə isti olacaq. Belə siz hava haqqında məlumatla tanış oldunuz. Sağ olun, salamat qalın.